Bəzi maçlar var ki, onların adını eşitmək belə bədəndəki adrenalini maksimuma qaldırır. Sir Alex Ferguson və Arsene Wenger dövrlərindən bəri bitməyən rəqabət. Arsenal, Manchester United. İki fərqli şəhər, iki nəhəng camiyə və bu gərginlik dolu gecəyə hamınız xoş gəldiniz. CBC Sportun canlı efirində bu möhtəşəm oyunu sizə mən Elvin Nəzirov şərh edəcəm. Premier Liqanın son turu və mərkəzi görüşü artıq Arsenal komandası çempionluğu dəqiqləşdirib, çempionluq artıq Arsenal komandasını, amma son turun oyunu olaraq bu oyun oynanacaq. Başlayaq meydan sahibi Arsenal komandasının heyəti ilə. Qapıda bir David Raya, müdafiədə Ricardo Calafiori, Gabriel Magalhaes, William Saliba, Julian Timber, yarı müdafiədə Martin Zubimendi, Eberechi Eze, Martin Odegaard. Hücumda isə Bakayoko Saka, Viktor Gyökeres və Leandro Trossard. Manchester United komandasının heyəti isə belədir. Lamens qapıda, müdafiədə Mazraoui, Harry Maguire, Lisandro Martinez, Luke Shaw, yarı müdafiə Mason Mount, Kobe Mainoo, Amad Diallo, Bruno Fernandes, Matheus Cunha və Joshua Zirkzee. Hakimin fiti ilə Arsenal komandası oyuna başlayır. Təbii ki, bugün özlərini yormamalı çalışacaqlar, çünki onların Paris Saint-Germain UEFA Çempionlar Liqası finalı oyunları da var. Amad Diallo topladı. Eberechi Eze var, qarşısında top almağa çalışır. Eberechi Eze onunla, Mason Mount, yenidən Amad Diallo qapını yoxlaya bilər, zərbəsini endirir qapıya doğru. O qədər təhlükəli değildi. Ricardo Calafiori, Arsenal həmləsini izləyə bilərik. Eberechi Eze, gözəl ötürmə. Gyökeres möhtəşəm döndü, zərbəsini endirir və gol! Hesab açılır oyunun 17-ci dəqiqəsində. Viktor Gyökeres mükəmməl zərbə endirir. Gözəl döndü orada Viktor Gyökeres və bu gözəl dönməsini eyni gözəllikdə zərbə və qolla tamamlayır. Viktor Gyökeres, İsveç santrafor. Hesab açılır Arsenal öz meydanında, Emirates stadionda. Hesab açılır Manchester United komandasına qarşı və bundan sonra Manchester United komandasının işi daha da çətinləşəcək. Təbii ki, ilk hücumlara United başladı, amma qolu Arsenal vurur. Amma Diallo topladı, Eberechi Eze mükəmməl aldı topu, komandasına qazandırır Leandro Trossard. Trossard saxlayır əldə topu, Trossarddan ötürmə Martin Odegaard mükəmməl söndü, Odegaard! İkinci top gəlir Arsenal'dan. Viktor Gyökeres'in vurduğu golun eynisi. 23-cü dəqiqə Arsenal komandası bir-birini oxşayan 2 golla, amma fərqli oyuncularla hesabı 2-0 eləyir. Martin Odegaard təhlükəli futbolçudur. Onu bağlamaq lazım idi vaxtında, amma Leandro Trossard da orada Manchester United futbolçularının başını qarışdırır. İkinci top gəlir United komandası bundan sonra biraz daha. Bukayo Saka, Odegaard oynadı, Odegaard. Bir ekibin gözler kesir, önü boşdu, Odegaard zərbə indirə bilər, zərbəsini indirir, bu dəfə Lamens imkan vermir. Bu qola Lamens imkan vermədi. Qısa başladı, korneri. Arsenal komandası bir ikinci zərbəsini indirir Lamens. İkinci dəfə ardıcıl olaraq komandasının qolundan xilas edir. Amad Diallo, Zirkzee ilə oynayır, Zirkzee çıxardı, Bruno Fernandes. Təhlükəli zərbə idi, sadəcə dəqiqliyi çatmadı zərbəsində Bruno Fernandes'in. Leandro Trossard, qarşısında Mazraoui var. Trossard nə edəcək? Mazraoui'nin başını gizəlləndirir. Trossard ötürməsi içəri zərbə idi, bu top direğe deyir. Zərbə deyildi bu. Ötürmə idi, amma top tirdən qaydır. United'in bəxti gətirir. Bruno Fernandes. Gözəl ötürdü Zirkzee. İstiqamətini, amma Zirkzee bərbad zərbə indirir. Daha yaxşı vura bilərdi. Trossard istiqamətini ötürmə. Mazraoui ilə bugün 3-cü qarşılaşmasıdır. Trossard. Toplaşdırılır Calafiori. Mükəmməl zərbəsini indirir Lamens. Təhlükəli zərbə idi. Eberechi Eze. Yenidən Trossard istiqamətlə Mazraoui qarşısında. Bugün Mazraoui heç nə eləyəməyib Trossard'a qarşı. Trossard yenə keçir rəqibini. Trossard zərbə indirir, bu dəfə qapıya doğru hesabı 3-0 eləyir. Bunu bir dəfə yoxladı oyunun içində. Bəlkə də bilərəkdən vurmuşdu o zərbəni. Top dirəkdən qayıtmışdı həmin zərbədən sonra.
Ben ötürmə kimi dəyərləndirdim, amma bu dəfə zərbə indirdi qapıya doğru. Bəlkə də Lamens'in o zərbədən sonra zəif ikincini tapdı və ikinci yoxlamada artıq Lamens heç eləyə bilmədi Trossardın zərbəsi qarşısında. Eyni zamanda bugün Mazraoui də Leandro Trossarda qarşı çox zəif çıxış eləyir. Arsenal 3, Manchester United 0. Son Arsenal əmləsi ola bilər bu. Eberechi, qapıya doğru zərbəsi Lamens. Top Trossarda qalır. Qarşısında yenə Mazraoui var. Yenə Mazraoui keçir. Zərbəsini indirir. Leandro Trossard. 4-cü qolu vurur Arsenal. Özünün ikinci komandasının 4-cü qolunu vurdu. Leandro Trossard bu dəfə də yenə Mazraoui keçir. Yenə onu geridə qoydu. Bugün Mazraoui Leandro Trossarda qarşı heç eləyə bilmədi. Qarşısını ala bilmədi və bunun nəticəsi olaraq da 4-0 məğlub olur hal-hazırda Manchester United komandası və Trossardın oyununu xüsusi qeyd eləmək lazımdır bugün. Mükəmməl oyun nümayiş etdirir Leandro Trossard. Və rahat qələbə qazanır artıq Manchester United komandası üzərində Arsenal. Bəli, hakimin fiti ilə yəqin ki oyun başa çatacaq artıq. Saniyələr qalıb oyunun bitməsinə. Amma Diallo topu aldır ondan və hakim oyunu bitirir. Leandro Trossardın 2 qolu, Martin Odegaard və Viktor Gyökeres'in qolları ilə Arsenal komandası bugün 4-0 hesabı ilə Manchester United komandasını darmadağın eləyir və onsuz da dəqiqləşən Premier Liga çempionluğunu yaşayır hal-hazırda Arsenal komandası və bu yayımımızı burada bitiririk. Bu gözəl oyunda sizin spikeriniz mən Elvin Nəzirov idum və gələn belə gözəl oyunlara görüşənə qədər sağ olun, salamat qalın, futbolsuz qalmayın.